Salam əziz tələbələr, hər vaxtınız xeyir olsun. Mən Master nömrə 1 Təlis Mərkəzinin məntiq müəllimi Nadir Feyzullayev. Ya dərslər çərçivəsində Telegramda paylaşmış olduğumuz Quiz 2-nin izahını bölüşəcəm bugün sizlərlə. Bildiyiniz kimi isə 20 sual təqdim olunmuşdu. Bir çox bölmə test tapşırıqları var idi. Quizin sonunda da cavablar qeyd olunmuşdu. Gəlin vaxt itirmədən sualların izahına keçək. Birinci test tapşırığından başlayırıq. Birinci test tapşırığı aşkar operatorlar bölməsinə aid bir test nümunəsidir. Deyir sual işarəsinin yerinə uyğun gələn variantı müəyyən edin. Mən burada verilmiş, baxın, birinci hissədə verilmiş hərfləri tapmaqdan ötürü ikinci sıradakı rəqəmlərin uyğunlaşdırma aparmalıyam. Və uyğun mövqedə dayanan ifadə uyğun mövqedə dayanan ədədə bərabər olacaq. Məsələn, baxın, buradakı arada verilən bu romb ifadəsi bu operator adlanır. Baxın, operatorun solunda və vergülün də sol tərəfində x kvadratının yerində ən sola dayanan 16 dayanıb. Deməli, x kvadratının yerində 16 dayanıbsa, buradan x bərabər 4 tapıram. X-imiz oldu 4. Vergülün sağında 3y-in yerində 27 dayanıb. 3y 27-yə bərabərsə, y də buradan 9-a bərabərdir. Y-imiz oldu 9. Operatorun sağında t plus 2-nin yerində 6 dayanıb. T plus 2 6-ya bərabərsə, buradan t bərabər 4 tapırıq. Burada 3d 9-a bərabərdirsə, d də bərabər 3 tapırıq. Gəlirəm, burada qoyuram 1. X-in yerinə qoyuram 4. Çıxılsın 2t, yəni 2 vur 4, 8. Y oldu 9. Üstə gəl d-nin kubu, yəni 3-ün kubu 27. 4 çıx 8 edir -4. 9 üstə gəl 27 edir 36. Cavab olur -4, 36. D variantı. Ola bilər burada soruşa bilərsiniz ki, necə oldu ki, x-də 4 oldu, t-də 4 oldu. Bizə şərtdə demirik, müxtəlif hərflər müxtəlif qiymət almalıdır. Ona görə bunların ikisinin 4 olmağının heç bir problemi yoxdur. Keçdim ikinci suala. Verilən sözlər tutarısında fərqli olanını seçin deyir. Burada baxın A variantında planetin bir növü Yupiterdir. Heyvanın bir növü pələngidir. Ölkələrdən biri Ekvadordur və şriflərdən də biri Arialdır. Amma hərflərdən biri əlifba deyil axı. Bu ki, görürsünüz qanun uyğunluğunu pozur. Ona görə B variantı digərlərindən fərqlənir. Cavab olur B. Üçüncü test tapşırığı ardıcıllar bölməsinə bir test tapşırığıdır. Buradakı qanun uyğunluğu nədən ibarətdir? Burada hər bir rəqəmin kubun sol tərəfinə yazırdı. Baxın, 2-nin kubu 8 yazıb soluna. 3-ün kubu 27 yazıb soluna. 4-ün kubu 64 yazıb soluna. 5-in kubu 125 yazıb soluna. 6-nın kubu 216 yazıb soluna. İndi altdan sonra 7 gəlir. 7-nin kubunu 343 yazacağım sol tərəfinə. Cavab olacaq D variant. Sonra da 8-in kubunu 512 yazmışdım. Keçid 4-cü suala. 4-cü sualda da yenə qanun yolunu müəyyən edərək sual vəzinə uyğun olan variant seçməliyəm. Və burada baxıram ki, baxın, 3 dənə dairə verilib və dairənin içində kiçik ağ və qara rəngli dairələr var. Və sonra da bu cavab alınıb. Mən indi bu 3 dənəsindən hansı formadan bu cavab alınıb onu tapmalıyam. Bunun üçün nə edəcəm? Uyğun mövqedə dayanan dairələrin rənglərinə diqqət edəcəm. Bu nə deməkdir? Məsələn, baxın, hər bir hissədə yuxarıda verilmiş dairələrə baxıram. Baxın, ağ dairə, qara dairə, ağ dairə. Cavabda nə verilib? Qara dairə. 2 ağ, 1 qara var idi. Qaranı yazdı cavaba. Deməli, say olaraq az olan nədirsə onu yazılmış cavaba. Mənim üçün sağ tərəf baxıram. Qara, qara, ağ. 2 qara var, 1 ağ. Ağ azdır. Cavaba görürsən ağ dairəni yazıb. Həmçinin bu aşağı hissəyə baxıram. Uyğun mövqelərinə baxıram. Qara, ağ, ağ. 2 ağ var, 1 qara. Qara azdır. Cavaba görürsən qaranı yazıb. Ağ, ağ, qara. 2 ağ var, 1 qara. Qara azdır. Cavaba görürsən qaranı yazıb. Ağ, qara, ağ. 2 ağ var, 1 qara. Qara az cavabı görürsən, qaranı yazıb. Yəni, uyğun mövqedə say olaraq az olan nədirsə, cavabı bax, onu yazmalıyam. Gəl bura tətbiq eləyək. Yuxarı hissəyə baxıram. Qara, ağ, qara. 2 qara, 1 ağ var. Ağ azdır, ağ yazıram. Ağ, qara, qara. 2 qara, 1 ağ. Ağ azdır, cavabı ağ yazıram. Ağ, qara, ağ. 2 ağ var, 1 qara. Qara azdır, cavabı qaran yazıram. Ağ, ağ, qara. Qara azdır, qaranı yazıram. Qara, qara, ağ, ağ azdır, ağ yazıram. Cavab da olur D variant. 3 dənə yuxarıda ağ, 2 dənə aşağıda qara. Cavab olur D variant. Keçdik 5-ci sualımıza.
5-ci sual mətnin məntiqi təhlilinə aid bir test tapşırığıdır. Ümumiyyətlə bu bölmə çox önəmlidir. Məntiqdən qəbula ən çox sual məhz bu bölmədən düşür. Mətnin məntiqi təhlilindən. Burada bizə bir dənə mətn verilib. Biz bu mətni oxuyub buradan doğru cavabı çıxartmalıyıq. Gəlin görək bu mətndə bizə nə istəyir. Deyir 4 dənə dost var. Yusif, Ellar, Cavid və Əyyub. Tropical, Concordia, Florida, Plaza adlı 4 müxtəlif otellərdə yerləşdilər. 4 nəfər şəxs var, 4 dənə də otel var. Hər şəxs buradakı otellərdən birində yerləşir. Məsələn, tutalım Yusif Concordiada, Ellar Floridada, Cavid Tropicalda. Hərsi bir dənə oteldə yerləşib. Biz də hansı şəxs hansı oteldə yerləşib, baxın onu tapmalıyıq. İndi bunu necə tapa bilərəm? Burada 2 kateqoriyam var. Şəxs adları verilib, bir də qaldığı otellər. Həll eləməyin ən rahat yolu cədvəl qurmaqdır. Gəlin məsələn cədvəl necə qurub, bu sualı necə həll edəcəyik onu göstərim. Baxın 2 dənə şərtim var. Şərtləri yazıram. Məsələn, şəxs adlarını yazıram bax sol tərəfdən. Yusif, Eldar, Cavid və Əyyub. Cədvəlimizi qururuq. Yuxarıdan yazıram otel adlarını. Tropical. Tropik yazdım qısa. Concordia. Concord yazdım qısa. Florida. Bir də Plaza. Bu şəkildə cədvəl qurandan sonra cədvəlin için plus minusdan dolduracağam. Məsələn, tutalım ki, hansısa bir cümlədən mən bilsəm ki, Yusif Plaza otelinə qalmır. Yusifin qabağına Plazaya çıx qoyacağam. Sən başqa bir cümlə tutalım görəcəm ki, məsələn, Cavid Concordiyada qalmır. Cavidə Concordiyaya çıx qoyacağam. Bu şəkildə cədvəli plus və minusdan başlayacağam doldurmağa. Gəl şərtləri oxuyaq. Birinci şərt. Məlumdur ki, Yusif öz dostlarını Plaza otelinə və Tropical otelinə ötürdü. Yusif öz dostlarını ötürübsə bu otellərə, deməli Yusif özü Plaza otelində və Tropical otelində qalmır. Çünki həmin otellərə öz dostlarını göndərdi. İkinci cümlə. Plaza otelində yerləşən adam Eldarın ən yaxın dostudur. Burada Eldarın olmalıdır. Amma olmasa belə onsuz da cümləni oxuyanda məzmununu başa düşürdük. Plaza otelində yerləşən adam Eldarın ən yaxın dostudur. Deməli Eldar özü Plaza otelində qalmır. Çünki orada yerləşən adam ən yaxın dostudur. Eldar Plazada qalmır. İkinci cümlə. Florida otelində yaşayan şəxs Yusif və Əyyub dəniz kənarında görüşür. Deməli buradan çıxır ki, şərt olaraq Yusiflə Əyyub Florida otelində qalmır. Yusif də gəlirəm. Florida otelinə çıx qoyuram. Əyyuba da gəlirəm. Florida otelinə çıx qoyuram. İndi burada baxın, artıq Yusifin qaldığı otel tapıldı. Əgər Yusif Tropicalda, Floridada və Plazada qalmırsa, bir dənə Yusifin qalacağı otel olur Concordia. Plus qoydum. Və plus qoyduğum hissənin sətr və sütunun çıxından doldurmalıyam. Çünki hər oteldə bir şəxs qalır axı. Concordia otelində qalan şəxs də tapdıq ki, Yusifdir. Burada qalan Yusifcə deməli Eldar, Cavid və Əyyub burada qalmır. Və yenə deyirəm, 4 şəxs var, 4 dənə otel. Hərəsi bir otelə yerləşməlidir. Concordiada qalan Yusifcə deməli digərləri deyil. Çıx qoydum getdi. Və nəhayət son cümlə. Ellar nahar etmək üçün Florida otelinə öz yoldaşının yanına gəlir. Deməli Ellar Florida otelinə gedirsə, Ellar Florida otelində qalmır. Çünki oradakı yoldaşının yanına gedir. Ellar avtomatik olaraq boşda bir dənə qalır. Plaza deyil, Florida deyil, Concordia deyilsə tropikdir. Tropikaldır daha doğrusu. Tropikalda qalan tapdım Ellar. Deməli Cavid və Əyyub ola bilməz. Əyyubda artıq Tropikal, Concordia və Florida deyilsə, deməli Əyyub qalır Plazada. Plazada qalan tapdığı deməli digərlər deyil. Cavidə çıx qoyuram. Cavidə də bir dənə boşda qalır avtomatik Florida. Deməli Yusif qaldı Concordiyada. Ellar qaldı Tropicalda. Cavid qaldı Floridada. Əyyub da qaldı Plaza. Doğru cavabımız olacaq D variantı. Yusif Concordia, Ellar Tropical, Cavid Florida, Əyyub da Plaza. Cavab olur D variantı. Baxın bu şəkildə cədvəl qurub daha rahat sualı həll eləmək olardı. Keçdik növbəti 6-cı sualımıza. Cədvəllər bölməsinə aid bir test tapşırığıdır. Burada baxın 16, 25, 22 ədədləri verilir və burada 3 dənə müxtəlif operator var. Baxın mükəmməldir operator adlanır. Bunların hərəsi müəyyən bir iş görür. Mən o görülən işləri tapmalıyam və oradan ABC-nin cavabını çıxartmalıyam. Baxın belə deyək də bu sol tərəfdəki rəqəmlərə A, sağ tərəfdəki rəqəmlərə B deyək, bu şəkildə düsturu qeyd edək. Məsələn bax
Birinci bu operatorun gördüyü iş axtarın. 16-dan 7 alıb, 25-dən 9 alıb. Necə alıb burada? A kvadratın üstünə B-ni gəlməklə. Yəni bax 1-in kvadratı 1, üstünə 6 gəlib 7. 2-nin kvadratı 4, üstünə 5 gəlib 9. 2-nin kvadratı 4, üstünə 2 gələcəm eləyəcək 6. Yəni üçündə də eyni bir qanunu tapmalıydım. O da A kvadrat plus B-dir. İkinci operatorun gördüyü iş nədir? Bu səfər A üstə gəl B kvadratıdır. 1-in üstünə 6-nın kvadratını gəlib 37 yazıb. 2-nin üstünə 2-nin kvadratı 4 gəlib 6 yazıb. İndi 2-nin üstünə 5-in kvadratını 25 gələcəm, buraya yazacam 27. Sondakı operatorun gördüyü iş isə hər iki tərəfin kvadratları cəmidir. Yəni 2-nin kvadratı 4, 5-in kvadratı 25 toplayanda 29 eləyir. 2-nin kvadratı 4, 2-nin kvadratı 4 toplayanda 8 eləyir. Deməli burada 1-in kvadratının üstünə 6-nın kvadratını gələndə 1 üstə 36 eləyəcək 37. Üçün cəmi istəyir məndən 37 üstə gəl 27 üstə gəl 6. Eləyir 70. Doğru cavab olur Y variantı. Keçdi növbəti test tapşırığına. 7-ci sual yaş məsələsi idi. Baxın burada bizə nə deyir? Deyir Həmidin yaşı Məhəmmədin yaşından 6 dəfə çoxdur. Buraya yazıram Həmid. Buraya yazıram Məhəmməd. Məhəmmədin yaşını x götürsəm, Həmidin yaşı Məhəmmədin yaşından 6 dəfə çoxdur. Yəni x-dən 6 dəfə çoxdursa həmid olur avtomatik 6x. Bunu tapdıq. İndi deyir ki, 4 il sonra onların yaşlarının cəmi 36 olarsa, bax Həmidin hal-hazırda 6x yaşı var. 4 ildən sonra olacaq 6x plus 4 yaş. Yəni 4 yaş böyüyəcək. Eyni qayda Məhəmmədin hal-hazırda yaşı x deyil. 4 il sonra 4 yaş artacaq. Olacaq x plus 4. Və 4 il sonra onların yaşlarının cəmi bərabər olacaq 36-ya. Всё, tənliyimiz hazır. Buradan 7x plus 8 bərabərdir 36-ya. Buradan 7x bərabər 8 sağa keçirəndə mənfi olur. Eləyir 28. X də bərabər 4 alıram. Deməli Məhəmmədin əvvəla 4, Həmidin də 6 vur 4, 24 yaş varmış. Yəni indi Həmidin 24 yaş var. Cavab olur Y variant. Həqiqətən də bax 24 Həmiddə, 4 Məhəmməddə. 4 il sonra bu 28 olacaq, 4 il sonra bu 8 olacaq, yaşlar cəmdə eləyəcək 36. Keçdik növbəti 8-ci sualımıza. Fiqurlarla bağlı bir test tapşırığıdır. Deyir fərqli variantı tapın. Və burada baxan kimi görürük ki, fiqurların tərəf sayı ilə bağlı bir qanuniyoluq olmalı. Çünki hər dəfə müxtəlif fiqurlar müxtəlif tərəf sayları var. Və burada birinci kvadrat 4 tərəf var. İçində 5 bucaqlıdır, 5 tərəf var. Və B-də çöldə 5 bucaqlıdır, içəridəkinin 6 tərəf var. Çöldə 5 bucaqlıdır, içəridəkinin 4 tərəf var. Çöldə 1, 2, 3, 4, 5, 6, 7 bucaqlıdır da, yəni 7 tərəf var. İçəridə 3, 4, 5, 6, 7, 8 tərəf var. Çöldə 6 tərəf var. İçəridə 1, 2, 3, 4, 5, 6, 7 tərəf var. Baxın A-da içəridəki fiqurun tərəf sayı çöldəkindən 1 vahid böyükdür. İçəridəki çöldəkindən 1 vahid böyükdür. İçəridəki çöldəkindən 1 vahid böyükdür. Eyni qayda. İçəridəki çöldəkindən 1 vahid böyükdür. Amma C var əksinə. Çöldəki içəridəkindən 1 vahid böyükdür. Yəni 5 4-dən, 6 5-dən, 8 7-dən, 7 6-dan böyükdür. Amma burada 4 5-dən kiçikdir. Ona görə cavab olur C variantı. Keçdik növbəti 9-cu sualımıza. Deyir pi bərabər 3 olarsa rənglənmiş hissənin sahəsi neçə sahə vahidinə bərabər olar? Sahə bir test tapşırığıdır. Baxın burada biz rənglənmiş hissənin sahəsini axtarırsa bu fiqurun daxilində. Gördüyümüz kimi içəridə bir dənə çevrə verilib. Mən burada ən rahat nə edəcəm rəngli hissəni axtarıramsa? Ümumi sahəni tapacam. İçindəki ağ çevrənin sahəsini çıxacam. Qalacaq yerdə rəngli hissənin sahəsi. Ümumi fiqurun da sahəsi baxın 1, 2, 3, 4, 5, 6, 7, 8 yuxarıdır. 1, 2, 3, 4, 5, 6, 7, 8 də bu tərəfdə. Yəni 8-in 8-ə kvadratdır. Yəni sahəsi də olacaq kvadratın sahəsi A kvadrat. Yəni 8-in kvadratı 64-dür. Ümumi. İndi içindəki ağ çevrənin sahəsini axtaranda çevrəndə sahəsi yadda saxlayın. Pi r kvadratıdır. Pi-ni biz onsuz da burada verib 3 qəbul eləyəcəyik. Bəs radiusu necə tapacağıq? Radiusu yadda saxlayın. Çevrənin daxilində mərkəz nöqtədən hər hansısa bir kənara doğru çəkilən xəttdir.
Mərkəz nöqtədən çəkilən xətt. Məsələn, mən burada indi radiusu tapmaqdan ötrü baxın, mərkəz nöqtədən kənara doğru bir xətt çəkdim. Görürsüz, mərkəzdən xətt çəkdim. İndi bu neçə eləyəcək? Bax, buradan baxıram. 1, 2, 3 savayına bərabərdir. Yəni 3-dən bana keçib. Deməli, radiusum 3-dür. Bax, buradan da baxsan, yenə 1, 2, 3-dür. Eyni şeydir. Deməli, radiusum 3-dürsə, yerinə 3 qoysam, 3-ün kvadratı 9. 3 vur 9 eləyəcək 27. Deməli, S ağ hissənin sahəsi 27-dir. Ümumi 64-dən də ağı, yəni 27-ni çıxsam, cavab qalacaq 37. A variant. Bitdi, getdi. Keçdik 10-cu test tapşırığına. 10-cu test tapşırığı maraqlı, biraz çətin test tapşırığı idi. Fiqurədə də əlaqələnən adi bir test tapşırığıdır. Burada ipuzəsində baxın son rəqəmlərdə idi. 64, 8, 27 kublar idi. 65-dən 61-i çıxır. 4, 4-ün kubu 64. 28-dən 25 çıxır. 3, 3-ün kubu 27. İndi burada 8 2-nin kubu olduğuna görə sualdan 5-i çıxanda 2 eləməlidir. Deməli, sualda 7-dir ki, 7-dən 5 çıxıram. 2, 2-nin kubu 8. Deməli, cavab olacaq B variant. Ortadakından soldakını çıx, kubun yaz sağ tərəfə. 11. Anaqram bölməsinə aid bir test tapşırığıdır. Hərflərin sırası pozulmuş 5 sözdən 4 arasında məntiqi əlaqə var, fərqli sözü göstərməliyik. Burada A variantı manat sözüdür. B də rubl. C də lira. D də dollar. E də sərmayə. Manat, rubl, lira, dollar müxtəlif ölkələrə məxsus valyuta növləridir, pul vahidləridir. E sərmayə isə burada fərqlənir. Cavab olur E variantı. Növbəti 12-ci sual. Fiqur analogiyasına bir test tapşırığıdır. Burada baxın, yenə qanunu müəyyən eləmək istəsəm. Burada fiqurlara tətbiq olunan bir dənə plus, bir dənə də dairə içində x ifadəsi var ki, operator deyək də. Bu operatorların gördüyü işi tapıb aşağıdakı fiqura hər ikisini tətbiq eləməliyəm. Sən ilk olaraq bu ürək bu formadan bu formaya necə düşə bilər? Füqü güzgü verməklə. Füqü güzgü nə deməkdir? Elə bir ki, baxın, buradan çəkirəm. Ürək. Buradan gedircimə. Füqü güzgü vermək. Bu nə ki, olduğu kimi baş ayağı çevirmək deməkdir. Olduğu kimi baş ayağı çevirəndə, baxın, elə gəlir, bax, cavabdakı formaya düşür. Baxın, bu formaya düşür. Rəngi səsə düşür, baxın bura. Füqü güzgü, yəni bunu belə baş ayağı çevirirsən. Deməli, plusun gördüyü füqü güzgüdür. Füqü güzgü. Bəs bu x nə görür? Gördüyünüz kimi bu fiqurla bu fiqur arasında fərqlənən bir dənə şey var, o da içində plus artırılır. Deməli, fiqurun içində bir dənə plus işarəsini artırır. Mən də burada hər ikisini tətbiq eləməliyəm. Yəni, üfüqi güzgü verməliyəm, həm də içində plus artırmalıyam. Buna bir dənə üfüqi güzgü versəm. Baxın, gəlib düşəcək, elə bir dənə üfüqi güzgündən cavab çıxır. Onun hamısının içində plus var. Yəni, düzdür, plusun düzgün qoyulma forması da var. Ona görə C-də məsələn tərs qoyulmuşdu. Amma bir dənə üfüqi güzgü versəm burada. Bu qara gəlib düşəcəkdir, baxın, bu hissəyə. Baxın, bura düşəcəkdir. İçində plus qoyacaq. Cavab olacaqdır E variant. Yadda sonra üfüqi güzgü nə edirəm? Bax, üfüqi güzgü verəndə baş aşağı çevirirəm. Yaxın, uzağa düşür. Ağ tərəfi yaxındadır, yaxına düşdü. Qara tərəfi uzaqdadır, uzağa düşdü. Yəni, cavab olacaqdır E variant. Üfüqi güzgü ver, sonra da bir dənə içində plus al. 13-cü test tapşırığı. Qanunu müəyyən edin və sual vəzinə uyğun olan variantı seçin. Baxın, burada fiqurlar arasında toplama işarəsi verilir və sonunda yekun bir cavab var. Və içəridəki rənglər də ağ və qara rənglərdir. Biz burada ağ-qara prinsipi deyilən prinsipi tətbiq eləyəcəyik. Ümumiyyətlə, fiqurun daxil ancaq ağ və qara hissələrdən təşkil olunubsa, yəni və yaxud ən çox nə zaman tətbiq olunur? İki fiqurdan üçüncü fiqur alınıbsa və içi ancaq ağ-qara rənglərdən ibarətdirsə, ağ-qara prinsipi tətbiq olunur çox vaxt. Bu da nə deməkdir? Uyğun mövqelərə baxırsan, ağla ağ kəsişəndə cavab olaraq sənə nə verir? Ağla qara kəsişəndə cavab olaraq nə verir? Qara ilə ağ kəsişəndə cavab olaraq nə verir? Bir də iki dənə qara kəsişəndə, yəni üst-üstə düşəndə nə verir? Bax, onu axtarırsan. Bax, məsələn, burada baxıram, uyğun mövqelər yenə. Sol tərəf, baxın, qaradır, qaradır. Cavabda nə verib? Ağ. Deməli, qara ilə qara üst-üzə düşəndə ağ olmalıdır. Sağ tərəfə baxıram. Ağdır, ağdır, cavabda verib qara. Deməli, ağla ağ üst-üzə düşəndə qara olur.
Sən baxın burada yenə qara, qara üst-üstə şunun ağ olmalı idi, ağ olub həqiqətən. Qara ilə ağ üst-üstə düşəndə ağ olub. Bir dənə qaldı birinci ağ sonra qara gələndə nə baş verir? Da baxın burada var. Ağ sonra qara gələndə yenə ağ olur. Deməyin ha, ağ qara, qara ağ nə fərqi var? Bəzən suallarda fərqi olur. Yəni birinci ağ sonra qara gələndə nə olur? Birinci qara sonra ağ gələndə nə olur? İkisini də ayrı-ayrı tapıb cavabını qeyd eləməlisən. Sən indi həqiqətən bu ağ-qara prinsip olduğuna təsdiq eləməkdən ötürü ikinci şəklə baxaq gör həqiqətən də aldığım cavablar üstə düşürsə, deməli ağ-qara prinsipini düz gedirik. Bax, ağ, ağ, həqiqətən qara olub, qara olmalı idi. Ağ, ağ, həqiqətən qara olub, qara olmalı idi. Amma qara, ağ, ağ olmalı idi, ağ olub. Ağ, qara, ağ olmalı idi, həqiqətən ağ olub. Aşağıda bax, ağlar, ağlar həqiqətən qara olub. Qara, qara, ağ olub, qara, ağ, ağ olub, düzdür. Bax, görürsən ödəyir. Deməli, ancaq ağla ağ üstə düşəndə qara olur. Qalan bütün ehtimallara cavab ağ verməlidir. İndi burada da görə ağlar harda düşür üst-üstə? Bax, bir burada düşür ağlar üst-üstə, qara olmalıdır. Bax, Y variantında ağdı getdi. Bir də bax, burada düşür ağlar üst-üstə, qara olmalıdır. Bax, bu hissədə. Məsələn, bax, tutalım deyirəm. Yuxarı hissəyə bir dənə baxın. Ağla qara üst-üstə düşəndə ağ olmalıdır. A-da qara verib atdım. B-də qara verib atdım. Sağ tərəfdə də qara ilə ağ üst-üstə düşəndə ağ olmalıdır. C-də qara verib atdım. Yəni ağların üstə düşdüyü bir dənə versiyalar və buradadır. Onlar da olub qaldı. Cavab olur D variantı. Keç növbəti test tapşırığına. Mətnin təliminə aid bir test tapşırıq daha və kifayət qədər maraqlı bir test tapşırığı idi. Burada incə bir detal var idi sonda cavabı tapanda. Buna diqqət etmək lazım idi. Və deyir ki, yüngül atletika yarışında Türkiyə, Rusiya, İngiltərə, Almaniya və Fransadan 9 idmançı iştirak etmişdir. 9 dənə idmançı var, gəlin qeyd eləyək. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Birinci cümlə. Yarışa ən çox idmançı ilə qatılan ölkə Rusiyadır. Ən çox idmançı ilə qatılan ölkə Rusiyadır. Artıq burada tapdıqca kim hara düşüb yerin qeyd eləyəcəm. Yalnız Türkiyə və Fransa yarışa bir idmançı ilə qatılmışdır. Türkiyə və Fransadan bir idmançı gəlib. Yarışa ardıcıl bitirən idmançıların heç biri eyni ölkədən deyil. Onu da bildik. Bu bizə çox lazım olacaq axırda. Yarışın sonunda birinci, beşinci və səkkizinci yeri eyni ölkənin idmançıları tutmuşdur. Bax, burada bir detalı çıxarda bilirik. Əgər 1, 5 və 8 eyni ölkənin idmançılarıdırsa, deməli o ən çox idmançısına qatılan Rusiyadır mütləq. Yəni birinci yerdə Rusiyadır, 5-ci yerdə Rusiyadır, 8-ci yerdə Rusiyadır. Deyə bilərsiniz, niyə görə başqa bir ölkə ola bilmir? Türkiyə, Fransa onsuz da ola bilməz. Bir idmançı ilə qatılmalıdır, üç ola bilməz. Amma tutalım ki, məsələn deyirəm, düşünürsünüz ki, bu Almandır, məsələn deyirəm. Sən 1-ə, 5-ə və 8-ə Alman yazsan, yəni 3 nəfər Alman idmançı götürsən, ən çox idmançı ilə qatılan Rus idmançısı da, yəni Alman 3 ilə qatılıbsa, Rus bundan çox qatılmalıdır. Onda Rus avtomatik gərək ən az 4-ü ilə qatılsın. Həmin təqdirdə 3, 4, 7 nəfər eləyir. Bir türk, bir də fransız olur 9 nəfər. Onda İngiltərə heç bir idmançı qalmır axı, şərti pozmuş olur. Ona görə deməli bu 3 dənə idmançı eyni ölkəni təmsil edirsə, o mütləq Rus olmalıdır. Başqa bir ölkə olduğu təqdirdə, yəni Almaniya və İngiltərə olduğu təqdirdə qayda pozulur. Hansı ölkə idmançısız qalır onda. Ona görə deməli bu 3 yerə yazıram Rus idmançısı. Rus, Rus, Rus. Sonraki cümlə. Hər Alman idmançının ardından bir Rus idmançı yarışı bitirmişdi. Yəni Almanları elə yerə yazmalıyam ki, Almanlardan dərhal sonra Rus gəlməlidir. Ona görə Almanın birini bura yazıram, birini də bura yazıram. Deməyin ha, buradan niyə yazmışsan? Çünki buradakı Rus onsuz da birinci yerdir. Bundan əvvəl yazılacaq bir yer yoxdur axı. Sənə demir bütün Ruslardan əvvəl Alman gəlməlidir. Deyir bütün Alman idmançının ardınca Rus idmançısı gəlməlidir. Alman idmançısı deməli 2 nəfərdir. Hər iki Alman idmançısından sonra həqiqətən də Rus idmançı gəldi. Heç bir qayda pozulmur. Sonda bizə deyir Fransa idmançısı yarışda 9-cu yer tutarsa, yəni 9-cu yer Fransa idmançısı olarsa. 6-cı yerdə Rus, Türk və İngiltərədən hansı idmançı ola bilər? Rus ola bilməz. Onsuz da Rusların yerini tapmışam. Həmçinin 6-ya yazsam Ruslar yanaşı düşür. Ona görə də olmaz. Yarışı ardıcıl bitirənlər eyni ölkədən ola bilməz. Ona görə Rus olan versiyalar getdi.
Təbii ki də burada diqqətlə baxsaq, türk idmançısı da ola bilmir. Niyə görə? Çünki mən rus idmançıları tapmışam, alman idmançıları tapdıq. Bura mən türkü yazsam, Fransanı qeyd eləmişəm, Fransa tapmışıq. Burada türkü yazsam, türkdə gedir, yerdə bir dənə ingilislər qalır. Onda avtomatik ingilislər gəlir 2-ə və 3-ə düşür və yanaşı düşmüş olur axı. Biz deyə bilmərik ki, bunlardan birini ingilis yazaq, birini də başqa bir ölkə yazaq. Çünki bir idmançı ilə qatılan yalnız Türkiyə və Fransadır. Yəni qalan bütün iştirakçılar birdən çox idmançı ilə qatılmalıdır. Ona görə 3 yerə rus yazmışam, 2 yerə alman yazmışam, birinə türk yazmışamsa, ingilislər də yerinə olsa 2 dənə yer qalır, avtomatik o ikisinə düşür. Çünki bir idmançı olsa qatıla bilməz. Onda da yanaşı düşdüklərinə görə deməli mən bura türk yaza bilmərəm. Ona görə türk versiyası da gedir. Deməli bu 3 dənə ölkənin idmançısının altdan ancaq ingilis idmançıları ola bilər. Buraya yazıram ingilisi. Bir türk, bir ingilis də 2-ə və 3-ə qalır. İndi hansına da onu təyin edə bilmir. Cavab olur A variant. Yəni bir çox tələ burada qarışır ingilis və türk. İkisinə götürürəm. Orada diqqət etməli olduğum məqam ingilislərin yanaşı düşməyə məqamıdır. Ona görə cavab olur A variant. Keçdik növbəti 15-ci test tapşırığına. Qanunu müəyyən edib sual vəzinə uyğun olan cavabı təyin eləməli idi. Tərəzi sualıdır. Burada baxın, hər bir hərf müəyyən bir çəki daşını əhatə eləyir, əvəz eləyir. İndi buradakı bərabərlikdən istifadə edib cavabı tapmalıyam. Burada baxın, A bərabərdir BS verilib. AC bərabər DB verilib. DC-ni bizdən soruşur. Elə ən rahat həll etmə metodu əvəz olunacaq bir şey varsa əvəz elə. Sən bu nə deməkdir? A-mız BC-yə bərabər deyil. Gəlib burada A-nı götürsəm, çəki daşı da bu. Bu arada yadda salın. Burada AC-nin yanaşı yazılma. Bu vurma demək deyil. Bu toplamadır. Bu çəki daşıdır. Toplamadır bu. A-nı yenə gəlib silirik, götürürəm. Yerinə BC-ni qoyuram. Alınır CBC bərabərdir DB-yə. CBC DB-yə bərabərdirsə çəki daşı olaraq. Buradakı B-ni nəzərə almasam, onsuz eyni çəkidir də. Deməli ki, C özü də D-yə bərabərdir. Gəlib aşağıda D-ni 2 dənə C ilə əvəz eləsəm, cavab olur 3 dənə C. C variantı. Doğru cavabımız olur 3C. 16-cı sual. Şifrələr bölməsindən aid bir test tapşırıqdır. Qanunu müəyyən edib, sual vəzinə uyğun olan cavabı tapmalıyıq. Daha doğrusu, rəna çıxısının ifadəsinin qiymətini tapmalıyıq. Bu ifadənin cavabı nəyə bərabərdir, onu müəyyənləşdirməliyik. Burada 5 dənə söz verilib və qarşısına 5 dənə kod verilib. Mən buradakı 5 dənə sözün kodunu buradan uyğunlaşdırıb tapmalıyam. Amma bu kodlar uyğun olaraq verməyib, qarışıq verir. Məsələn, tutalım, Aruzun kodu gələcək 1572 çıxacaq. Anların kodu gələcək, məsələn, deyirəm 1906 çıxacaq. Bu şəkildə. Hər birinin kodunu tapmalıyam. Və burada da hər hərfə bir rəqəm uyğun gələcək. Məsələn, tutalım mən A-nı 1 tapdımsa, bütün A-ları 1 götürəcəm. Və yaxud da mən tutalım R-nı 4 tapdımsa, bütün R-ları 4 götürəcəm. Eyni hərflərə eyni rəqəmləri verməliyəm. O prinsiplə gəlin doğru cavabı tapmağa çalışaq. Bunu necə tapacam? Ya sözlərin özündə təkrarlanan hərflər varsa, oradan da kömək ala bilərəm. Və yaxud da sütun üzrə baxıb, orada birinci, ikinci, üçüncü və yaxud da dördüncü sırada dayanan hərflərdən kömək ala bilərəm. İstənilən formada. Məsələn, burada hər iki formada tapmaq olardı. Məsələn, sadə bir şey deyirəm, rahat bir prinsiplə. Tutalım, mən baxıram ki, burada, bax, arzuda təkrar hərf yoxdur. Lalədə l-lar təkrarlanıb birinci və üçüncü. Anarda A-lar təkrarlanıb birinci və üçüncü. Sarada A-lar təkrarlanıb ikinci və dördüncü. Aqildə yoxdur. Baxıram ki, Sarada 2 və 4-cü hərf təkrarlanma, başqa heç birində ikinci və 4-cü hərflər təkrarlanmırdı. İkinci və 4-cü rəqəmlərin təkrarlandığı, baxın, 8151 versiyası. Deməli, Saranın kodu 8151-dir. Yenə deyirəm. İkinci və 4-cü hərflər A-dır, yəni eyni rəqəm olmalı. O da bir dənə 8151 də var idi. Və tapdığınız hər bir hərfin kodundan maksimum səviyyədə istifadə edin. Məsələn, mən burada Sarada A-nı 1 tapmadım. A-ların yerinə 1-i qoysam, Anarda baxın, birinci və üçüncü rəqəmlər 1-dir. Deməli, 14-15 olur Anarın kodu. O da getdi. Bax, həmçinin A 1-dirsə, Lalədə ikinci rəqəm 1 olmalıdır. İkinci rəqəm 1 olan 61-63-dür. Bu da getdi. Burada artıq L-nı biz 6 tapdıq. L-ya 6 versəm, Aqil 6 ilə bitməlidir. 19-16 olur Aqilin kodu.
15-22'də qalır arzuya. Hər birinin kodunu tapdım. İndi rə'nin çıx nanəni istəyir bizdən. Rə'nan axtarıram. R neçədir? R bax burada var 5-ə bərabərdir. Ə neçədir? Bax lalədə var sonda gəlib 3-ə bərabərdir. N anarda var bax ikinci 4-ə bərabərdir. A da 1-ə bərabərdir. Nanəni axtarıram. N-nı tapdıq 4-dür. A-mız 1-dir. N-mız yenə 4-dür. Axırda ə gəlir, əmiz də 3-dür. Düşüb bunu bir-birindən çıxıram. 11 çıx 3 8. Burada bir onluq verib 3 qalmışdı. Bir onluq alıram. 13 çıx 4 9. 2 çıx 1 1. 5 çıx 4 1. Cavab olar 1198. A variant. Davam edirik. Keçirik növbəti 17-ci test tapşırığımıza. 17-ci suala maraqlı bir test tapşırığı idi. Burada bizə deyir ki, 1, 3, 4, 7, 8 və 11 ədədlərini cədvəlin boş xanalarını elə yerləşdirmək lazımdır ki, hər sətr və hər sütun üzrə ədədlərin cəmi eyni olsun. Sol əvəzinə hansı ədəd yazılmalıdır? Baxın, buradakı bu rəqəmləri bu xanaları ilə doldurmalıyam ki, hər bir sətr üzrə də cəmlər eyni olsun. Hər bir sütun üzrə də cəmlər eyni bir ədədə bərabər olsun. Bəs bunu rahat necə həll eləmək olar? Yəni, bir-bir qoyub yoxlamaq təbii kifayət qədər vaxtımız alacaq. Bunun qısa yolu necədir? Mən bu rəqəmləri cədvəlin xanalarına doldurandan sonra birinci opşi bu 9 dənə rəqəmi toplayaq. Görək ümumi cəm neçə olmalıdır? Yəni burada yazılanlar, bir də içində yazılanları toplayıram hamısını. Bax, 1 üstəgəl 3 4, üstəgəl 4 8, 15, 23, 34, 39, bu da 9, 48, bu da 12, 60. Deməli bu cədvəlin içində yazılacaq bütün ədədlərin cəmi 60-dır. Bütün ədədlərin cəmi 60-dırsa, mən də 60-ı böləcəm 3-ə, hər sətr və hər sütunun cəmini ayrı-ayrı tapmış olacam. Niyə görə 3-ə bölürəm? Çünki 3 dənə sətr var, 3-ü də bir-birinə bərabər olmalı deyil. O ki cəm 60-dırsa, deməli bura da 20, bura da 20, bura da 20-dir ki, cəmi eləyib 60-da, 3-ü də bərabərdir. Eyni qayda sütun üzrə də eyni şeydir. Tutalma sətr üzrə, sütun üzrə baxırsan. O ki cəm 60-dırsa, deməli bura da 20-dir. Bura da 20-dir, bura da 20-dir ki, hamısını toplayanda 60 eləyir. Всё. Məsələn, bura 20 olmalıdırsa, 5 ilə 12-nin cəmi 17 eləyir. 20 olmağa 3 çatmır. Bura oldu 3. 3 getdi. 9-dan 3 12 eləyir. 20 olmağa 8 çatmır. Bura oldu 8. 8-ə getdi. Yəni buradan davam eləsəm, bax 5 var, 15 çatmır. Yuxarı baxıram ki, mən 15-i hansı rəqəmlərin cəmini ala bilərəm? 11 ilə 4-dən. İndi 11 ilə 4-dən hansını hara yazım? Sadə bir məntiqlə. 4-ü bura yazmaq istəsən, bax məntiqlə bax. 4, 8, 12 eləyir. Bura təzədən 8 qalır. Eyni rəqəm olaraq 8 artıq istifadə olunub. 8 yazmısan. Ona görə deməli bura 4 yox, bura 11 düşür. 4 bura düşür. 11, 8, 19 eləyir. 1 qalır bura elədi 20. 12, 1, 13 eləyir. Burada 7 qalır. Всё, tamamlandı. Bax 5, 11, 4, 20. 9, 8, 3, 20. 12, 1, 7, 20 eləyir. Sütun üzrə də toplasan 20, 20, 20 eləyir. Sualın yerinə 11 düşür. Cavab olur B variantı. Bu şəkildə sualları rahat formada həll etmək mümkün idi. Keçirik növbəti 18-ci test tapşırığımıza. İlk gözümüzdə buna oxşar bir test tapşırığı var idi. Deyir, aşağıda verilmiş anaqramlardan hansı birinci sözün sonu, ikinci sözün əvvəlidir? Yəni, burada nöqtələrin yerinə elə hərflər qoymalıyam ki, buradan baxanda bir söz yaransın. Buradan baxanda bir söz yaransın. Və dediyim kimi, variantda verilən hərflər də qarışıq formada verilib. Yəni, anaqram ümumiyyətlə qarışıq hərflərdən sözlər düzəltmək deməkdir. İndi bəs burada hansı cavab olacaqdır? Bax, C-də burada yazılan N-A-mı var. Bunu man kimi yazsan, düzəldib. Buradan baxanda dərman, buradan baxsan manat sözü yaranırdı. Deməli, doğru cavab olur C variant. Dərman, manat. Keçdik növbəti suala. 19-cu sual çox maraqlı və düşündürücü sual idi. Əslində, burada qısa yol var. O qısa yol tutsa çox rahat gedirdi. Amma qısa yol tutmaq vacib idi. Deyir, aşağıda 8 dilimə ayrılmış bir çarx verilmişdir. Aşağıda da yazıb ki, bu çarxın dilimlərində saat əqrəb istiqamətində, baxın, saat əqrəb belə deməkdir. Hər 4 ədədin cəmi 44 olmaq şərti ilə ədədlər yazılmalıdır.
Sən tam bax bu 4 dənə xananın cəmi 44-dür. Buradan başlasan bu 4 dənə xananın cəmi 44-dür. Yəni sadə bir istiqamətdə ardıcıl gələn hər 4 xananın cəmi 44 olmalıdır. İndi bizə deyir ki, rəngli dilimlərdəki ədədlərin cəmini tapın. İndi mən bunun üçün doldurmaq istəsəm, necə doldura bilərəm? Bir neçə yerdən başlaya bilərəm. Məsələn, mən ixtiyari bir yeri götürürəm. Tam üç baş sadə bir şey deyirəm sizə. Və buradan başlayıram. Və belə deyək də, buna A deyə, buna B deyə birini adlandıraq. Bax, tam ki, 4 dənə xananın ardıcı gəlirsə, cəmi 44 olmalıdır, düzdürmü? Yəni 6 üstəgəl A, üstəgəl B, üstəgəl 8 bərabər 44 olmalıdır, düzdürmü? Yəni ardıcı gələn 4 xananın cəmi. Buradan A plus B-imiz də bərabər olur. 4 çıxılsın 14, yəni 30-a. Bunu bildik, düzdürmü? İndi tam ki, mən bu 4 xananı qoyuram, başqa ixtiyari bir 4 xana götürürəm, A-dan başlayıram bu səfər. Və buradan başlayıram. Gəl buranı silək. Belə A demişəm olsun. Bax, bu 4 xananda bütün, yəni sadə qəribə istiqamət gələn bütün 4 xana cəmi 44 olmalıdır. Bu 4 xanada cəmi 44 olmalıdır. A-la B-nin cəmi 30 deyildi. 30 bu da 8, 38 eləyir. 44 olmaq 6 çatmır. Deməli bu xana 6-ya bərabərmiş. Bunu tapandan da bütün sual həll oldu. Məntiqə yəni baxsan yenə deyirəm. Bax, bu 4-ünün cəmi 44-dürsə, bu 4-ünü hesablayanda da onsuz da bu 2 xana və 8 istifadə olunur. Deməli bu 6 gəlməlidir bura ki, bu da 44 eləsin. Şu, o xananın 6 olduğunu tapdıq. Şu, sual həll oldu. Yəni bütün xanaları bir-bir dolduraq. A-B-ni də sildim daha. Buranın 6 olduğunu tapdıq. Davam edirəm. İxtiyari 4 xana cəmi 44 olmalı. Bu 4-ün cəmi 44 olmalıdır. 8, 6, 14, bu da 10, 24 eləyir. 44 olmağa 20 çatmır. İndi buradan başlayıram. 6, 10, 16, bu da 20, 36 eləyir. 44 olmağa 8 çatmır. Bura oldu 8. Sonra məsələn bax 20-dən başlayıram. 28, 28, bu da 6, 34 eləyir. 44 olmağa 10 çatmır. Buradan başlasam 8, 6, 14, bu da 10, 24 eləyir. 44 olmağa 20 çatmır. Bu da olur 20. Burada oldu 20, burada olur 20. Cavab olur 40. Şimdi bu ixtiyari 4 dənə rəqəm baxsız, həqiqətən cəmi 44 eləyir. Yəni sadə rəqəm istiqamətində. Bu topladın 44. Bu topladın 44. Yəni ixtiyari 4 dənə rəqəm toplasan 44-ə bərabər olurdu. Bu şəkillər haqqında sual həll etmək olardı. Və keçdik quizimizin son olaraq 20-ci sualına. Şifrələnmələrə aid bir test tapşırığıdır. Uyğunluq sualı idi. Burada hər bir hərfin aldığı rəqəmi tapıb ona əsasən uyğunlaşdırmalıydıq. Asan bir test tapşırıqdır. Məsələn, 1-ə baxın, normal bildim 6 halda toplamadır. 7-nin üstünə B gəlib 3 alıbsa, bildiyimiz kimi biz 7-nin üstünə nə gəlsə 3 ala bilərik. Yəni bu deməli saat 3 deyil də 7-nin üstünə 6 gəlmişəm, 13 eləyib. 3 yazıram, 1 yadda. İndi A-mız da 5 olmalıdır ki, 5 üstə gəl 3, 8, 1 də yadda eləsin 9. Yəni A oldu 5, B oldu 6. Y variantı aid olur 1-ə. Yəni A ilə B-nin cəmi həqiqətən 11-dir, 5-dən 6 eləyib. Hasildə 30-dur, B də aid olur 1-ə. Keçdim 2-yə. Bax, B-nin üstünə 5 gəlib A alıb, A-nın üstünə 2 gəlib 9 alıb. A-nın üstünə 2 gəlib 9 alıbsa, deməli A-mız 7-dir. Deyə bilərsiniz ki, bəlkə buradan 1 yadda gəlməyə görə 7-ni yazdım. Elə birinci 7-ni yaz yoxla, problem baş verirsə o 1 yaddan nəzərə alarsan. A-nın yerinə 7-ni qoydum. B-nin üstünə 5 gəlib 7 alıbsa, deməli B-miz də 2-dir. Deməli 1 yadda qalmayıbmış. Sən A-nı o 1 yaddan nəzərə alıb 6 götürməyi düşünsən, desən ki, A-mız burada 6 olsun, 1 yadda gəlsin burada, 8 plus 1 9 olsun. A-mız da 6 olsa, burada B-nin üstünə 5 gəlib 6 almırsanız, çünki o B-nin də B1 olaraq yadda içində qalmırdı onda. Yəni onu da yoxlasan alınmayacaqdı onsuz da. A7, B2. Cəmi 9 olur. 7 vur 2, 14. Hasili də 14 eləyir. Sonuncuya da baxsam, A-nın üstünə 3 gəlib 7 alırsa, A-mız olur 4. A-mız 4-sə 4-ün üstünə gəlsəm 7 eləyər, 3, B-miz də olur 3. Deməyin, ha, burada 3 yazılmış, B necə 3 olub? Onun problemi yoxdur. Bu, burada yazılan hazır rəqəmdir. B-nin 3 olmağın heç bir problemi yoxdur. Cəmi də olur 7, bu da olur A. 1, B2, C-də 3 də olur A variantı. Beləsi tələbələr, quiz 2-nin məntiq suallarının izahı da bu qədər. Ümid edirəm heç bir sualda qaranlıq qalan məqam olmaz. Hansı suala çətinlik çəkdiniz, başa düşməniniz hiss oldu. Heç çəkinmədən yazıb soruşa bilərsiniz. İnşallah quizimiz yenə davamlı şəkildə davam eləyəcək. Uğurlar. Hər birinizə xoş izləmələr.